Haşim Bey selam aleyküm. Lütfen oradan bir şey yazın. Size icazə versin ben sizi çağıra bilim. Elbette burada bir şey geldi ama. Bir şey olmur. Bir selam yazın lütfen, ben ondan sizi alım içeriye. Haşim Bey lütfen bir selam yazın, bir şey yazın. Tamam. Onu yazmayınca buradan icazə vermir sizi çağıra. Buyurun. Gönderdim. Yallah hoş gördük bey. Allah işidir olar. Ses gelmiş. Bağlamışsınız. Koymurdum ki bizle danışsın. İndi bu gündən açmışıq da o əslən bilmir ki, bunu ki bağladılar, bu adamın işi var. Dalbadala zəng gelir. Yox da gene səs getdi. İndi ben sizin səsinizi o qədər yavaş Mənim səsim eşidirəm var. ki. Sizin səsiniz gelir. var ama çok yavaş, yani dostumuz. Ha eləyə Bunun- biləm qənim danışam. Mən heç bəy gəlməz. Tamam. Salam əziz və hörmətli dostlar. Mən İnsaf Əli Hidayət. Düşüncə bağı programını aparıram. Təəssüflə programımız kəsildi ortadan. Ona görə məcbur oldum ki, birinci, ikinci bölüm qoyuruq. İkinci görüşümüzün ikinci bölümüdür. Sayın qonağımız Sayın Haşim Bey Bilgin cənablarıdır. Güney Azərbaycan Liberal Demokrat Partiyasının lideri olaraq programımızda huzur tapıbdır. Bir neçə dəqiqə bundan öncəyə qədər, bir dəqiqə, 2 dəqiqə bundan öncəyə qədər gəlmişdik, yetişmişdik haqq nədir konusuna ve onu tartışırdık. Orada hakkı tarif elədilər. Her o şey ki malikiyyətimiz var ona Onu haqq kamil verir. deyək. Onu bir kamil səviyyədə qoyun. Bir az çox qısa. Tamam. İndi soru soruşuram. Onu elə Tamam. buyurun. Sayın Haşim Bey, haqqın əvvəldən başlayıram da əslində bu qonunu ilə. Haqq qavramından siz nə düşünürsünüz? Mən də hər nədən öncə salam arz edirəm. Çünki dostlar ki, ikinci bölüm oldu burada. Əziz dostlar ki, vardılar, dəyərli insanlardır hamısı. Lütfən əgər fikirsiniz, yanlış düşüncə var, yazın, ya elə mənim də səhifəyə yaza bilərsiniz, ya burada yazın, Sayın İnsaf Əli bəy, Sayın dedim bir səbəb, bax. İnsaf Əli bəy, sağ olun. Yaşayasın bəy. Məsələ budur ki, biz deyirik ki, bizim baxışımız kapitalizmə budur. Kapitalizm bir haqqdır. Mən hər insan ki, Güney Azərbaycanda var, bir kapitalistdir. Yəni, hər insan ki, Azərbaycanda var, kapitalı vardır. Kapitalı nədir bu insanın? Bir, anadan, atadan qalan kapital, sərvət. İkinci, o işi ki, çalışır, onun kapitalı ki, gəlir əlindən. Üçüncü, o torpaqlar ki, onun vətəni sayılır Azərbaycan, onun bütün sərvəti, bütün hər nədənsə olursun, o sərvəti ki, gəlir bu insana, bu onun kapitalıdır. Bunların hamısı sərvətləri ki, vardır, bunun kapitalıdır. Bir dənə kapital var ki, bir özəldir, bir də sosial kapitaldır. Yəni, burada bizim 40 milyon insan vardır buna sahibdir. Bəs 40 milyon bu necə sahib çıxacaq? Gələ sahib çıxacaq. Ona görə gəlir bank mərkəzidə bir dənə hesabatı gələcək nəsillər adına o kapitalların hamısı ki, yerdən, təbiətimizdən, coğrafiyamızdan gəlir, hamısı tökülür oraya. Və bunu hakimiyyət siyasının haqqı yoxdur, onun bir qıranına əl dəyər. Hakimiyyət siyasimiz necə istəyir bir proje aparar qabağa, gəlir maliyyət alır bu kapitalist insanlardan. Bu insanlar ki, kapital sahabıdır, maliyyat verirlər dövlətə, hökumətə. Dövlətə verirlər, dövlətin içində orqanlar, siyasi hökumətin projesini alırlar, ona o maliyyatı verirlər, projesi əsasında. Burada müşəxəs olur ki, yəni dövlət ki vardır, bu insanın dövlətidir.
Yani insanların dövlətidir. 40 milyon insanın dövləti və bunun üstünə hüququn üstünlüğün qoyuruq biz. Yəni hüquqdur ki, hakimdir dövlətlə, hüquqdur müsavidir dövlətlə, insan müsavidir dövlətlə, hüquq müsavidir dövlətlə. Üstünlük kimdədir? Hüquqdadır. Hüquq gecə gündüz yatmır. Mən gecə yatsam o hüquq yatmır. İnsanın haqqlarının hüququ sahibi insan haqları olur. O insan haqları yatmır. Həmişə kontrol edir. Vizarətxanalar, orqanlar hamısını kontrol edir. Mənim uşağım mədrəsəyə gedəndə insan haqları oradadır. Mən evdə uşağın üstündə fişay gətsəm, vursam, incitsəm, insan haqları oradadır. Uşaq gedər mədrəsədə deyə babam bu deyil. Çox uzatmayın. Lütfen çok uzatmayın. Tamam. Qutarım. Elə bunu deyim qutarım. Bax. Bunu deyim qutarım. Biz hər insanımızın, çi uşaq olar, çi qadın olar, çi böyük olar, çi yaşlı olar, hər insanımızın şəxsiyyətini özünə qaytarmalıyıq. Qaytarıq bu işimizlə. Varlığını özünə qaytarıq. Bir qanəyə qoymuq apara bunu. Budur. Əslində siz ikinci suala da cavab verdiniz ki, haqqın mənşəyi ya kökü nədir? Onları araya qoydunuz. İndi haqqı kim tərif edir? Beləsi soruşum sizdən. İstəmirəm çox uzaldıq ona görə. Haqqı bireylər tərif edir, haqqı dövlət tərif edir, haqqı hakimiyyət tərif edir, haqqı filsuflar tərif edir, haqqı kim tərif edir? Məclis tərif edir, nə var? Baxın, biz o üçün biz liberalizmin ideolojisindən danışıq da, düzdür. Bu liberalizm ideolojisi bir dünya ideolojisidir. Yəni dünyanın hər yerində sən liberal insanlar görsən, hamısı bu hüquqları qəbul edirlər. Onlar ki modern dövlət sistemini götürürlər, onlar ki klasik liberalizmi götürürlər, hamısı bu hüquqları qəbul edirlər və hüquq müstəqil bir zatdır. Yəni bu hüquq ki insan haqları çıxıb, Amerika yaratmayıb bunu. Bunu Avropa xalqı yaradıb, amma Avropanın deyil. Niyə? Çünki bu hüquqlar bütün dünya insanlarının düşüncə tarixlərindən gəlib yetişibdir. Məsələn, müsəlmanlar nəyə qoydular? Getməyin o tərəfə lütfen. Ticarətə. Sizin federalizmdə ya sizin düşüncənizdə, sizin partidə haqqı kim tərif edir? Bizim düşüncəmizdə fəlsəfi, siyasi azadlığın fəlsəfi, siyasi tərif edir. Haqqı. Filsuflar, yəni filsuflar tərif edir. Fəlsəfi, siyasi, filsuflar yox, hə filsuf yox. Çox filsuf. O filsuflar ki, liberalizmin fəlsəfəsinə inanırlar, Rönesansdan belə insan azad olubdur, o. Solçular da hüquq yazırlar. Solçular da hüquq yazırlar, millətçilər də hüquq yazırlar, özə üstün hüquq yazırlar. Bilirsiniz? Burada o hüquqdan danışıq ki, fəlsəfi azadlıq siyasi azadlığın fəlsəfəsini yaradan tarixi siyasətdən söhbət edir. Canlaşın düşüncələrindən söhbət edir burada. Tamam. Ki, canlaşdan qabaq, məsələn, liberal demokrasinin əsasın yaradığından can istifat mildir, canlaşdır. Ya din ayrılığı gəlir, Voltaire'dir. Ya məsələn, deyək, qüvvətlər ayrılığı demokrasidə gəlir özünü göstərdir. Dövlətin xımında özünü göstərmir. Gəlir demokrasidə özünü göstərdir. Normal demokrasidə qüvvətlər ayrılığı yoxdur. Klasik demokrasidə qüvvətlər ayrılığı yoxdur. Amma modern demokrasidə, azadlığın fəlsəfəsinin demokrasisində qüvvətlər ayrılığı var. Burada hüququn üstünlüğü gəlir. Tamam. Bilirik ki, haqda və haqlı olmada bireylər və toplumlar arasında dərin ixtilaflar var. Bu yüzden haqlı olma nəyə bağlıdır? Ədalətə bağlıdır, ədalət sisteminə. İndi mənə deyəcəyim, ədalət nədir? Deyəcəyəm, tərifləyəcəyəm. Təriflərəm. Bəli, soruşuram da, ədalət nədir? Ədalət nədir? Ədalət odur ki, bir insanlar üçün, məsələn, bir dənə klasa gedirlər. Müəllim gəlir, dərs deyir, çıxır gedir. Hər kəs gedir, oxu, gəlir, imtahan verir, test verir. Nə hər kəs öz düşüncəsinə görə nömrə alır. Yəni, bu ədalətdir.
Yəni müəllim gəlib klasa hamıya 20 vermir. Hamını bərabər eləmir. Hər kəs nə qədər düşüncəsinə görə, nə qədər hərəkət edir, belə götürə bilir. Pəs yəni siz tərifiniz belədir. Haqq, ədalət ibarətdir. Hər kəsin özünün başaracağı və biləcəyi qədər. Baxın, bu sadəcə ədalətin tərifidir. Ədaləti gəlib siyasi sistemdə tərif eləyəndə, qüvvə-i qəzaiyyədə bunu tərif eləyəndə, insan, ədalətin məfhumudur ki, insanın həqləri, hüquqları hakim olur dövlətin içində hər nəyə. Dövlətin içində biri gəlir qanun yazır qüvvə-i müqənnənə, bir hizb gəlir bir dənə qüvvə-i müqənnənədə qanun yazdırır. Hə? Orada insan haqları gəlir onu alır əlinə, deyir bu insan haqlarına düz demir. O hüququ atır eşiyə, o qanunu atır eşiyə. Bu ədalətdir. İnsan haqları öz hüququnu məsuliyyəti var, hifz eləyir dövlətin. Yəni siz haqqı ölçmək üçün insan haqlarının ölçü bilirsiniz. İnsan haqları ölçüdür, tamamdır. Tərazi Tamam. insan haqları. Tamam. İndi mən burada bir sualımı bir tikir edeyim. Yəni hər şey dediniz amma mənim sualım olmaz. Bilirik ki bireylər, yəni fərdilərin o da deyir haqlıyam, bu da deyir haqlıyam. Bir davada, hər nə dava desə. Toplumlarda da o da deyir toplum haqlıyam, bu da deyir haqlıyam. Məsələn Ukraynalılar da deyirlər haqlıyam, Ruslar da deyirlər haqlıyam. Savaşdı da orada, amma deyirlər haqlıyam. Hər iki tərəf deyir haqqım var. İndi haqqı olmalı nəyə bağlıdır? Haqqı olmağı təməl haqq və özgürlüğə bağlıdır. Dövlətin sütun sistemi ki, əsasən yaralıbdır. 5 dənə əsaslar. Təməl haqq və özgürlüklər. Baxın. Misal vurdum. Bir dəqiqə dözün. Mənim misalımın üstündə gedin. Bu rahat olsun. Ukraynalılar deyirlər biz haqlıyıq. Ruslar da deyirlər biz haqlıyıq. Bu haqqın milaki nədir? Azadlığının olan ölkələr arasında istəyirsiniz milak biləsiniz, ya insanlar bir ölkənin içində insanlar arasında. Ölkələr arasında haqqı, hüquq odur ki, Sazman Millədə səbt ediblər. Onun həddi hüdudu aradı, opsi ölkənin həddi hüdudu aradı. Onda məsələn Güney Azərbaycan bir dəqiqə. Onda Güney Azərbaycan Sazman Millədə səbt olmadığı üçün haqqı da yoxdur. Okey, mən deyim də, bir dəqiqə dayanın da ben. Bax bir, burada da insan haqları üstünlüğü var. Sazman Millədə insan haqları üstündə əsasında yaranıbdır. Üstünlük insan haqlarındadır. Burada Azərbaycanda insan haqları nə deyir? İnsan haqları deyir ki, insan öz ana dilində yazıb oxuyacaq. İran dövləti bu haqqı vermir. Ədalətsizlik eləyir. İndi Sazman Millənin izadı öz aralarında bu qərardat var ki, Sazman Millənin haqqı yoxdur. Bir ölkənin iç işinə qarşı məyər seçimə gedə o ölkə. O ölkədə xalq əsən getmir seçimin başına, sandıq başına getmir. Onda Sazman Millə öz polis qüvvəsini yollu oraya deyir ki, orada nizarət elə. Seçim təzəşdən geçsin. Baxaq ki, xalq istəyir bu dövləti yox. Əgər xalq bu dövlət istəmir, dövlət yaratsın özünə. Baxın, mənim sözümə cavab verin də lütfən. Yəni fikir eləyin ki, Sueddə, siz Sueddəsiz də, acı səhv eləməsəm. Sueddə sizlə müstəciriz dava edir. Baxın, siz bir kişvərlərin misal buyursunuz. Sonra gəlsiniz insanların üstünə. Hər səviyyədə misal vururam, cavab verin də. Dayan. Əgər sən insanların üstünə gələndə bu insanlar hamısı tabi dövlətin sistemidirlər. Dövlətin sistemi vəzifəsi budur ki, insanların arasında haqqı, hüququ müşəxəs. Mənim haqqım nədir bu evdə? Tamam, bunu mən sizdən istəyirəm. Orada da deyirsiniz Sazman Millə. İndi, tamam, anladım. Orada deyirsiniz Sazman Millə, burada da deyirsiniz dövlətin sistemi. Dövlətin sistemidir. Mənim vəzifəsi budur, mənim canımı, haqqımı, hüququmun mühafizəti olar. O dövlətin sistemi də liberal demokrasinin 5 dənə sütunudur. Haqqın dayanacağı nələrdir? Haqq nələrə dayanaraq haqq olur? Haqqın dayanacağı təməl haqq və özgürlüklərdir. Ekonomi özgürlüklərdir. Biyerçilikdir. Bir nəfər insanın haqqını dayanır, bir nəfər öz haqlarına dayanmalıdır.
Ondan sonra kiçik dövlətdir. Kiçik dövlət, məhdud dövlət. Dövlət ki, həddi hüdudun müşəxəs eləmişəm ki, sənin haqqın yoxdur, gələsən mədrəsəsən. Sənin haqqın yoxdur, ticarəti qalxarsan. Sənin həddin hüdudun budur, qanun, hüquq. Əssalam, qutuldu. Bir də mühüm məsələ ki, hamısından üstün gəlir. Hüququn üstünlüğüdür dövlətin içində. Hüquq üstünlüğü insan haqlarındadır. Və o insan haqlarının yanında bir dənə də ayrı bir zat var, maddəci gəlir ümumiyyətdə. Məsələn, Magna Cartanı mətrah eləyir ki, o hüquq nədir? Deyir ki, dövlət eləyə bilər. Rəis cümhuru çəkə oturda miz başında, miz mühakimə başında. Onda dövlət bu məsuliyyəti kimə verib? Qüvvə-i qəzaiyəyə verib. Sistemi ədalətə verib. Sistemi ədalət. Sən bax ki, bu hökumət, bu xalqın kapitalını alıbdı maliyyət adına haralara xərcləyib. Ya xərcləməyib, ya rüşvə verib ona buna. Əgər verib, yapış yaxasından. Əgər verməyib, difə elə bilərsindən. Çün, dövlətin vəzifəsi, iki dənə əsası vəzifəsi var. Bir, insanları canını mühafizə edəcək. Bir də dövlətin içində olan insanlardan müvazib olacaqdır. Dövlətin içində olan insanlar hüququ ayaqlamasın. Bir də insanlar bir-birlərinin haqlarını hər kəs öz haqqı içində dursun. Bu. Tamam. İndi haqları ya haqqı nələr poza bilər? Haqlar tənəzadır ki, başlı bir dənə istirarı bir şərait gəlsə. Ya, bu haqlar heç vaxt pozulmaz. Heç zaman pozulmaz. Modern dövlətin haqları heç bir zaman pozulmaz. Savaş da düşsə pozulmaz. Amma savaş düşsə ya bir dənə mərizlik düşsə, bu dünyanın hər yerində olur və modern ölkələrdə də bu cür oldu. Hər məsuliyyəti verərlər rəis cümhurun öhdəsinə və rəis cümhurun yanında insan haqlarını verirlər, deyirlər, sən nə mənə təslim tutacaqsan, bu insanların bu hüquqlara dayanaqlı olacaq, hüquqlara ki, təslim tutacaqsan. Əgər bu hüquqlara, insanların haqlarını nəzərdə tutmasan, təslim tutasan, onlar atağa işə bilər. Nədir? İnsanlar işləmirlər. Bulanca pulun verəsən. Bulanca pul verəsən. Haşim bəy, məsələn, əcəba Güney Azərbaycanlıların vətən və dövlət qurmaq haqqı varmı? Yaraldacaq. Kim yox? Bizə bu haqqı keçir. Sual soruşuram. Haqqı varmı? Xalq, Güney Azərbaycan xalqı əgər o şuuru siyasiyə yetişsə, haqq özü yaraldı öz haqqını. Heç kəs qərarda bunu o haqqı yaraldı. Heç kəs məndə dövlət yaratmayacaq. Xalq özü o şuuru siyasiyə yetişsə, özü aydınlarını da çəkər qabağa, deyə bu dövləti yarat. Tamam. Amma aydınlar İndi aydın olarlar da. bu haqları Güney Azərbaycanlıların bu haqqın kim pozub ya nədir pozublar? Niyə yəni nələr pozubdur? Beləsi deyim. Bunu pozan, bu haqlar əvvələn heç vaxt biz ələ gətirməmişik ki. Biz öz imperatorluqlarımız bizim bu haqlarımızı ayaqlayıblar. Din vəsiləsinə mənim beynimə özünü soxub ki, sən məncə Quran oxusan, sən mənə itaat edirsən, sən məndən fərman yapacaqsan, sən şəriəti eləyəcəksən, elə qəbul edəcəksən. Bu dinin vəsiləsinə mənim haqqımı alıb, hökumətdə olmaq üçün, hökumətdə qalmaq üçün hökumətin dəsmalkeşi olubdur. Sonrası fürsət verib İngilisdən biləsinə, dövlət eləyib biləsin, hökumət eləyib, mindiyib Fransadan hava peyma gətirib, qoyub İranın ölkəsində dövlət eləyib. Və bir bu insan deyirsiniz ki, haqq pozulmaz, bir tərəfdən də görürük ki, Azərbaycanlıların haqqı yoxdur, dövlət qura bilməyiblər. İndi burada nələr haqqı pozar sorusunu istəyirəm, cavab alam. Misal çəkirəm ki, fəqət misal çəkirəm ki, deyəsiniz nələr haqqı pozar. Savaş, bombaton. Nələr haqlını haqsız elər. Ədalətsizlik. Ədalətsizlik. Haqlını haqsız elər. Ədalətsiz. Ədalət olmayan yerdə mənim umu gölümü qurudar, özünü haqlı görsədə ki, təbiət qurudubdur, ya da sən qurudubsan. Sən Rəfsəncanı qurudubsan, cəhənnəmə gedib. Sən Əhməd Nücat qurudubsan, sən də cəhənnəmə gedəcəksən. Sən ya mənim torpaqlarımı qurudubsan. Haqq qavramı pozulan bir qavram mıdır? Yox, pozulmaz.
Haqq qavramı heç vaxt pozulmayıbdır. İnsan yarananda haqqla bərabər gəlibdir. Heç kəs insanın yaşamağını eləyə bilməyib əlindən alır. Böyükdən qavram budur. Budur ki, dünyanı insan götürdü. Bu haqqdır. Çok rahatçılıkça adamları öldürürler. Çok rahatlıkla hakkını Bakın. alırlar. Yaşam hakkını alır. Baxın, icazə verin bunu deyim. Bunu modern dövlət sisteminin, yəni liberalizmin əsas fəlsəfi ictimaiyyəti buna dayanır. Yaşamaq haqqıdır, mülkiyyət haqqı, azadlıq haqqı. Yaşamaq haqqı bütün canlılara şamildir. Bütün canlılar istəyirlər yaşarlar. Bütün canlılar öz canlarını əmniyyət Tamam. alırlar. O hakkı kim pozabilir? Ya niye? Heç kəs bunu pozamaz. Əlbəttə, indi dövlət pozur. Faşist bunu pozar. Faşist bunu poza bilər. Dövlət ki, insan müsabit dövlətinəndir. O insan ki, dövlətindən müsabidir. Rəislimur olur, mənim malıma, mülkümə sahib çıxır. O poza bilər. O sistem poza bilər. O sistem. Güç yani aslında Güc yox, güc pozamaz. Güc fərqli bir şeydir. Tamam. Sizce hak mütlak bir kavram mıdır? Mütlak bir sözdür. Yoksa Baxın, nisbidir. yaşamaq haqqı, bu bir də mütləq qavramdır. O insanlar ki, yaşamaqlarını əldən verirlər. İnsan gəlib dünyaya yaşamağa da, gəlməyib ölməyə ki. Amma bir yaşın bir nöqtəsi var, öləcəkdir. O da haqqdır. Ölümü də haqqdır, yaşamağı da haqqdır. Buna deyəndə mütləqdir. Bu bir mütləq həqiqət mütləqdir. Bu fəlsəfi siyasi ki, gəlib, əvvəl ehtimaldan başlayıb, ehtimalla başlayıb bunları, hamısının üstündə düşüncələr gəlib, bu ehtimaldan sıfır ilə başlayıb, o zaman ki, gəliblər, bunu dövlətdə piyadə ediblər, dövlətdə bunu piyadə ediblər, bu təbdil olub hüquqa. Təbdil olub hüquq ki, sabit hüquqlardır, insan haqları. İnsan haqları sabitdir maddələr, heç də dolayı əvəz edilməz. Bu mütləq bir həqiqətdir. Heç bunu dəyişdirməz. Ta dövlət var, bu var. Bir dənə də dövlət olsa, yenə də bu haqlar qalacaq. İnsan haqları qalacaq. Özünüzü ve təşkilatınızı hak ve haklı bilirsiniz. 100%. Necə özünüzü haklı bilirsiniz? İnsana yaşamaq haqqın var, düşünmək haqqın var, mülkiyyət haqqın var, azadlıq haqqın var. Haqqın var öz mülkümə sahib çıxan. Axın, tamam. Muhaliflerinizi haklı bilirsiniz. Biz liberallar bizə də inanırıq. O da budur ki, mənim müxalifim, mən gedəyəm özümə ölümə verəm ki, mənim müxalifim yaşasın. Tamam. Ama haklı bilirsiniz ya yok. Xalq onu təsmin tutar, mən yox. Xalq özü görür kim haqlıdır. Mən müxalifim, düşüncə müxalifimə gərək azadlığını təmin edəm, danışsın. Onu boğub öldürməyəcəm. Siz bayaqlarımda dediniz, Türkiyələ tərziyyət ələb təşkilat yaradır. Yaratsın. Qorxum yoxdur. Yaratsın, o da bir haqqıdır. Əgər xalq bunu ona dəstək versə, bəs mən onda yanlışdayım. Amma xalq ona heç vaxt dəstək verməz. Niyə? Çünki kapitalını qoymaz heç kəs belə. Onu elə boğar sandıq başında. O heç bir də çıxaldıb adın eşikdə danışanmaz. Arz edeyim, ben burada səsi yavaş eşidirəm. Bir dəqiqə mənə icazə buyurun bu səsi Əlbəttə. şey eləyim, bağlayayım bura. Eləyə bilsəm icazə. Sizin səsiniz çox yaxşı gəlir. Yox, sizə yaxşı gələcək. Mən sizə eşitmirəm. O telefon ki gəldi, dalbadal onlar qoymadı. Açıq olanda səsi bağladı. Açıq Umarım olanda ki, səs eləyə 2-yə biləm. edir ona görə. Dayandı. Dayandı. Allah işte. Neyse. Sen de sağ olun. Ses geldiniz mi? Buyurun, buyurun. Ne diyeyim bak, sensiz qət dayanmışdı sizin təsiriniz. Aha, mənim səsim gəlmirdi. Tamam, indi gəlir də onda. Ses durmuşdu. Özünüzlə durmuşdunuz. İndi açıldı. Buyur bak. Aha, tamam. Bir də soruşum. Haqqı və haqlını ölçmək üçün ölçünüz nədir? Tərazıdır. Hangi tərazı? Ədalət tərazısı. Ədalət tərazısı. Ədalət sistemi.
Ədalət sistemi. Tamam. Sizin Ədalət təşkilatın sistemi düşüncələrində insan haqlarına dayanır. tamam bu işləmədi. Sizin təşkilatın ölçülərində ən önəmli milli haqlar hansı haqlardır? Milli haqdan gələndə sınırımız gələr, sınırlarımız gələr birinci mərhələdə. O haqlar gələr ortaya ki, mən insan eləyə bilməm olar yaraldım. Məsələn, mədrəsə yaratmaq, mən insan eləyəməm. İşimi bıraxam, peşəmi bıraxam, filanımı bıraxam, gələm mədrəsə yaratam, eləyəməm. Bu sosial haqlar gələr qabağa. Sosial haqlar üçün nə mənə var? Bu məsuliyyəti biz veririk dövlətin öhdəsinə. Dövlət o sosial haqlarını piyadə eləmək üçün hökumət seçir. Hükümetler seçime gelirler, hizbler, projelerin olur. Hizbler ki ideolojisi var. Yani hizb olmaz ki ideolojisi olur. O ideolojisini koyup, bu ideolojini ben belə eləyəcəm, projesini verib, o sosial işler ki vardı, milletin ki hamı eləyəcək, orada o hükümet onları icra edir. Onlar ki eləməsə, döydü sonra biləsin atarlar işləyər. Deyərlər, sən eləyəmədin. Bu sosial işlərə görə sən hamımıza, məsələn, bimarsınlar eləyə bilmədin. Çox yaxşı təmin eləyəsən ki, onlar dünya standartlarından yaxşı istifadə edirlər. Sənin vəzifən buydu, Amerika danışqanlarından filandan bunlara qəşəng ilgiləndirsən bir-birlərindən alış-verişlər, bir-birlərindən düşüncə alış-verişlər. Niyə eləmədin? Məsələn deyir. Budur bizim zətlərimiz. Bundan sonra ayrı bir zət yox. Hamısı da insan haqları. Milli haqlar onlardan ibarətdir. Hamısı Sosial haqlara siz milli haqlar deyirsiniz. Bəli. O milli haqlar deyəndə, məsələn, savaşdır, hamısı hökumətin dövlətinə. Çünki bir dənə sosial bir məsələdir. Yəni millətimin məsələsidir. Bunlar hamısı məsuliyyəti dövlətin boyundadır. Amma dövlət nəyə dayanaraq bunlar təslim tutur? İnsanların haqlarına dayanaraq. Mənim sərvətimə dayanaraq bu təslimlər tutur. Sizin təşkilatın eləməsə, əgər mənim istədiyim eləməsə, zorla biləsini təhmil edərəm. Sizin təşkilatın düşüncələrində ən önəmli bireysel haqlar nələrdən ibarətdir? Bireysel haqlar təməl haqq və özgürlüklərdir. Mülkiyyət azadlığıdır. Ekonomi özgürlüğüdür. Biyerçilikdir. Biyerçilik hər zət bir nəfərin mühəvvəndin olanlar. Ekonomi dedik ona, üçüncü, dördüncü adı kiçik dövlətdir. Məhdud dövlətdir. Dövlət ki, gəlib israf eləyə bilmir. Dövlət ki, fəqət hüququ olar. Ayı bizat olmayacaq. Heç də haqqı yoxdur qarşı dövlətin onda. Beşincisi də hüququn üstünlüğüdür. Və ədalət sistemi hüququn üstünlüğü nədir? Niyə beşinci olur bu? Buna görə ki, hüququn üstünlüğü bu zadı gətirib, ədaləti alalım. Ədalət nə gətirər bizə? Ədalət bizə xoşbəxtlik gətirər. Son sütunu da Jefferson yalandıbdır. Hər insanın haqqı var, mutluluğun dağlısı qaçsa. Mutluluqda bir insan, hər kəs bizzat da görür. Bir xoş gələr dağda yaşamağa, bir xoş gələr düşədə yatar, bir xoş gələr hər nə cür yaşayır. O onun mutluluğudur, heç kəs onu pozanmaz. Tamam. Xoşbəxtliyi nə cür görürsən odur. Hangi haqlar bireysel haqlar mənzurum? Hangi bireysel haqlar pozulmaz? İnsan haqları. Hangi milli haqlar pozulmaz? Ola da insan haqları rabitəsindədir milli haqların hamısı. O məhdudə ki varımızdır coğrafiyaya baxımdan vətən dedik. O vətənin sınırları mənimdir, mənim. Onun bir metr, bir vəcəbi, bir millimetrin, son millimetri necədən mənimdir. Dövlətin deyil. Mənimdir. Və dövlət vəzifəsi budur ki, mənim malımı saxlayır. Qutulcu etdi. Haq və haqlı. Haq və haqlı tətil götürərmi? Nə mənə? Yox, tətil götürməz. Ədalət sistemi yatmaz. Haq və haqlı ya özün haqlı bilən birey və toplum haqqı ya haqları üçün silahlı savaş haqqı varmı? Əlbəttə. Əgər dövlət mənim dövlətim, mənim hökumətim, mənim dövlətim, əgər mənim sözümə baxmasa, canlar bunun babası deyib hər kəsin evində silahı olmalıdır. Hamı silahlarını alacaq əlinə, düşəcək dövləti, sökəcək, atacaq eşiyə, bir dənə yenisini yaradacaq. Bir dənə yeni dövlət yaradacaq. Onlar əgər bu hüququ qəbul eləsə, onu qoyacaq yerinə, eləməsə
Təzəşdən yıxar, təzəşdən düzəldər. Xalq bir şeydə, xalq öyrəşəcək. Çünki öz sərvətini bildiği zaman ki, mənim nisyə sərvətimdə, indi bugün bizim xalqımız bilmir, torpaq onundur. Elə ki bildi, torpaq mənimdir. Ondan mən milyardlar pul gələcək mənim gələcək nəsillərimə də. İşləməyim az olacaq. Qarada mən 8 saat işləyəm. Niyə 8 saat işləyəm? 6 saat işləyəm. Ondan da çox pul alıram. Ayda 7-8 min alıram. 10 min euro alıram. 10 min dolar alıram. Qutuldu getdi. Tamam. Haşim Bey, haqq bəhsi buradan yetərlidir. Buradan getək ədalətə ki, bir işarə elədiniz qabaqdan. Görək ədalət nədir sizin partinin düşüncəsində? Sizin partinin düşüncəsində ədalət yanı nə mənə? Ədalət odur ki, hər insan öz haqqına sahib çıxa bilər. Öz haqqına sahib çıxa. Öz haqqına malik ol. Bayaqları tərif elədisə, o tərifi təkrarlayın. Mən maşallah ədalət odur ki, dövlət, necə deyim, tərazı ədalətdir mənə. Ədalət Yox, mənə, tərazı ədalətdir mənə. Sistemə ədalət tərazı mənə. Dövlət insanların haqqı. Əgər səhv eləmirsən, dediniz ki, insan haqları ədalət hesab. O insan haqları, mən də elə onu dedim. İnsan haqları ki, hüququn mühafizidir ədalət sistemində. Ədalət odursuz mənəviyyat. Əgər istibah eləməsəm odur elədi. İndi yadımdan çıxdı. Baxın bəy, biz dövlət siyasətində, ədalətdən hər yerdə ki danışır, insan haqlarının öz yeri var. İnsan haqları var, uşağın haqlarını mühafizə edirlər. İnsan haqları var, dövlətin içində ədalət sistemindədir. Ədalət sistemində vəzifəsi nədir? O qanunlar ki, dövləti keçirdəcəkdir, onları kontrol edəcək. Görə insanların haqları hifz olur ya yox. Məsələn, mən şikayətim var vəzirdən, şəxs olaraq. Şəxs olaraq filan vəzirdən şikayətim. Ədalətin vəzifəsi üzrə mən sistem, insan haqları orada buna görə var ki, mənə yol açır, bu adamın şikayətinə baxacaqsan, vəziri gətirəcəksən, oturdasan orada, bu şikayətin deyəcək, vəzir özündən difə edəcək. Bu insan haqları. Ədalət mütləq bir qavramdır. Ədalət əlbəttə. Mütləqdir. Əlbəttə. Mütləq. Axı qanunlar həqiqətən dəyişirlər də. Hüquqi bəşərdə 45-50 ildir, 55 ildir yazılıbdır. Hüquqi bəşər ta zaman ki, dünya dövlətləri var, dəyişilməyəcəkdir. Yox, mənzurum bu deyil. Hüquqi bəşər dünya insan haqları. İnsan haqları. Bir neçə ildir yazılıbdır. Bəşər deyəndə fərq edir. İnsan, dünya insan haqları. Bir neçə ildir yazılıbdır. Ondan qabaq bu məfhum yox idi. Ondan qabaq İndi də bu məfhumu keçən bir də qulaq asın lütfən. Keçən o yazılandan bu yüzə də hey izafələşibdir. Beynəlmiləl konvansiyonlar gəlib, planlar gəlib. Heç bir dənə zat izafələnməyib. Həmin 30 dənə yayındadır. Həmin 30 dənə bireylərin haqqı idi. İndi bir dənə də sosial haqq ya milli haqq tərifi. Sosial haqq elə bireylərin haqqlarıdır. Orada yoxdur. Ayrı bir insan yoxdur ki, sosial haqlar. Sosial haqlar yanım nə? Mən məsələn şəhər mənimdir. Mən gələcəm ki, yalanı isfalt edəyəm. Mən bunu nə deyirik? Sosial haqlar deyil ki bu. Bu insanların haqqıdır. Biz bu vəzifəni dövlətə veririk. Bu işləri görsün. Bir dəqiqə qulaq asın. Bir dəqiqə qulaq asın. Qulaq asın. Qulaq asın. 1945-də məsələn deyək ki, 1946-da, hər neçədə, 44-də insan haqları tərif oldu. Məsələn, tarixini bilmirəm, elə özümdən atıram. 1956-da da konvansiyon məsələn, nə bilim, qadınların, o birisi, məsələn, 5 il sonra da konvansiyon əqəlliyyət haqq. Yox, bir azlıqlar haqları. Çoxlu konvansiyonlar gəldi, ictimai, siyasi deyərək şeydir da. Baxın, onlar özünüzdən çıxartmayın, o cür bizzət yoxumuzdur. Əsla və bədə yoxdur. Dünya insan haqlarının içində o zatlar ki, yaranıb, insanlara rabitədir, uşaq haqları, qadın haqları. Ağa, konvansiyon siyasi, ictimai, indi farsçası yadımdadır, türkçəsi yadımdadır. Konvansiyon siyasi, ictimai, hüquq, əqəlliyyət, bunlar hamısı sonralar yazılıblar, ayrı konvansiyondular. Bir dəqiqə icazə verin.
dövlət rabitəsində onlar hüquq, bir dənə hüquq yoxdur ki, sən o konvansiyon düzəlir, komisyon düzəlir. O komisyonu verirlər, deyirlər, sən insan haqlarına dayanıq, sənin üstündə insan haqları var. Sən insan haqlarında dayanıq, get bax gör ki, bu xalqın nə istəyi var, bu əqəlliyyətin. Ona da bir dənə qanun yazmırlar, hüquq yoxdur dahi. Mən bunu da misal vurdum sizə, haqqı təyini sərnişin dəqiqən bu rabitədədir. Bunu haqqı təyini sərnişin insan haqlarına rəbti yoxdur. Ədalətin tərazisi nədir? Ədalətin tərazisi tərazinin özüdür da. İnsan haqlarının tərazisidir. O insanın ki gözləri bağlıdır. O insanın ki gözləri bağlıdır. Tərazi əlindədir. İnsan haqları da bir tərəfdə oturub. Hər kəs şikayəti var. Gəlir onun üstündə ya hər kəsi dadqaha çəksən, gəlir onun üstündə insan haqları əsasında baxırlar görürlər. Bu filan kəsin haqqını yeyib ya yox. Onda deyirlər budur. Ha, indi məsələn mən cənabınızın əleyhinə şikayət edirəm. Deyirəm, bu mənə söyüş veribdir. Siz də söyüş verməmisiniz. Bir dəqiqə qulaq asın. Söyüş vermək günahdır ki. Qulaq asın da, qulaq asın. Mən gedirəm, şikayət edirəm ki, Haşim mənə söyüş verdi. Haşimi çəkirəm dadqaha, yaxşı da vəkilim var, Haşimi hesabı bir cərməlirlər. Yaxşı, mən də ədalət hardadır? Bax, məsələ buradadır. Ədalət düz yerində işdir. Necə? Əgər Haşim birdən gələr sənə deyər, sən çox üzr istəməsən, sən bir insansan, xəstəlıq verirsən. Yəni, sənin şəxsən özün, şəxsi vücuduyan, tohin eləyər. Sən o, məsələn, deyər, üzr istəyəm, sən deyərəm, sən fahişəsən. Sən deyərsən, gəl bunu sabit elə. Mən fahişə deyəm. Sən şikayət edirsən mənim üstümə. Çox sadə. Məncə onu sabit edir. Yox, mən əslən yalan atdım sizə. Baxın, mən əslən yalan atdım sizə. Qulaq asın, mənə qulaq asın, mənə qulaq asın. Mənə qulaq asın. Mənim sorum o deyil. Mənim sorum budur ki, mən istəyirəm sizdən pul qopardam. Qulaq asın, qulaq asın. Mən istəyirəm sizdən pul qopardam. Onlar yeməz. İnsan haqlarında yemək olmaz. İran dövlətində olar, amma... Ağa, bir dəqiqə qulaq as. Mən sizə İstəyirəm pul qopardam, gedirəm deyirəm, cənabınıza işlirdim, dükkanınızda işlirdim, gedirəm deyirəm, bu adam geçəndə əlini sürtdü mənim yanıma. Sizi orada gətirirlər, dadqahda mühakimə edirlər, məhkum edirlər, amma əlinizi də sürtməmişdiniz mənim yanıma. Mədiyyək olsa eləməzlər. Mədiyyək olmasa qəbul eləməzlər. Sənət, bu sənət yeridir. Əgər sən bir yerdə işləyirsən, qaradadla işləyirsən, o qaradadın əgər ləğv eləsə olur. Əgər sən yetişkin insansan, 16 yaşdan eləyəsən, 18-dən eləyəsən, nə cinsi var, öz məsələ. Kanadada, sən məndən yaxşı bilirsən bunu anlamısın. Bir dəqiqə. Siz məndən bunu anlamısın, yaxşı bilirsiniz. Çünki Kanadada bunu yaxşısan. Bir dənə mən Kanadadan sizə misal verim. Çünki o işi dedim siz. Bu da ədalət sisteminin tərəfliyində. Bir dəqiqə qulaq asın mənim sualıma. Mən Kanadada işləyirəm. Mən də söhbət istəyirəm. Bir dəqiqə, qulaq asın. Soru deyirəm. Burada bir dənə xanım durur gedir, deyir ki, bu adam iş yerində əl atdı mənə, əlin sürtdü mənə. Qutuldu. Sənəd Məzrəç xanımın iddiasıdır. Qulaq asın fəqət. Deyir ki, bu adam əl sürtdü mənə, qutuldu. İddia xanımın iddiasıdır. Xanım çəkilə 50 dəfədə gedə dadqahı yaza ki, mən yalan dedim. Dadisitan deyir ki, sən deyə bilərsən yalan dedim, amma mən əl çəkməyəcəm. Bu adamı mən məhkum eləyəcəm, salacağım həbsə, pərvəndə düzəldəcəm. Kanada ədalət, niyə? Ədalət qanundur. Qanunlar belə yazılıb ki, xanımlara infaq verəcəksən. Onların iddiası qəbuldur. İndi bunun harası ədalətdir? Pis deməyə. Pisdir. Niyə yaşsan orada? Pisdir. Ədalətdir, soruşam. Pisliğin tartışmırıq. Pisliğin tartışmırıq. Deyirik ki, ədalətdir. Sən bunu deyirsən, sən deyirsən pisdir da. Sən deyirsən qadına görə mən pisdir. Mən demirəm pisdir. Deyirəm ki, ədalətdir. Ədalətdir, ədalət deyil sizə. Mən deyəm ədalətdir. Tamam. Sözüm yoxdur. Ədaləti kim tərif edir? Ədaleti kim tərif edir?
Baxın, indi istəyəm bunu da deyəm. Nə Basamam. ədalətdir? Ha. Kim deyir ki, bu ədalətdir, bu Ha. ədalət deyil? Bunu kim tərif edir? Baxın, bunu kim tərif edir? Məsələn deyirəm. O adı yadıma gəlsin bir dəqiqə. İndi sonra yadıma gələr. Ədaləti hüquq tərif edir. İnsan hüquqları tərif edir. Ədalət nədir? Tamam. İnsan hüquqlarının tərif eləməyi dövlət sistemində, qüvvə-i qəzaiyyədə o haqqı insan hüquqlarına veriblər ki, sən üstün hüquqsan, insanların arasında olan bir-birlərinin Tamam. haqqlarına təcavüz olmasın, sən onu azad edəcəksən. Tamam. Bir neçə il bundan qabaq Kanadada siqar qaçağı, məşrub qaçağı cürmüdür, insanları salırdılar zindana. Sonra gəldi dedi ki, ağa sən gətir, hətta məvadlı müxəddir. Məvadlı müxəddir. Hətta 4 il bundan qabaqcan cürm idi. Birində tutsaydılar, biri falan deseydi. Sonra gəldi dedi ki, yəni indiyəcəm, geçən neçə yüz ildə burada adamları mücazat ediblər, salıblar zindana. Sən bak, geçən 4 il qabaq fikirəm. Gəldilər dedilər ağa, biz tükan açaq, o tükanlarda özümüz sataq. Biz icazə verək satsınlar, maliyyatı Kim versin özü kim satsın. satır? Dövlət satır. İndi qulaq asın. Yox, bu Qulaq nədir? asın. Qulaq as da niyə? Haşim bəy. Qulaq as. Qulaq as, sualı soruşun. Sualı hələ soruşmamışam. Niyə hop bulursunuz? 4 il bundan qabaq qanun keçdilər ki, siz gəlib, hər kəs gəlib, ya hər kəs deyəndə ki, hər adam yox, bəzi mafiyalar, bəzi polis idarəsinin bazı şəxsləri gediblər, dövlətdən mücəvviz alırlar, tükan atırlar, siz gedin orada məvadlı müxəddir alın, çəkin, ya orada çəkin, ya da aparın evinizdə çəkin. İndi, geçən 50 ildə, 100 ildə, 150 ildə yüzlər nəfəri salıblar zindana həman məvadlı müxəddir üçün. İndi qanun geçiblər, dünənəcən ədalət buydu ki, onlar getsin zindana, bu günləri ədalət budur ki, bunlar getməsin zindana, gəlsinlər, azad alsınlar, səsində çəksinlər. Bunun harası ədalətdir? Təşəkkür edirəm bu sözündən. Çox gözəl sözdür. Bilirsən niyə? Məsələ budadır. Bəli. Biz İranda bunu öyrəşmişik. Yəni bu sistem ki İranda var, bunu öyrədib bizim zehnimizə soxub. Sən ki döhtü oldun, sən ki mühəndis oldun, sənin dərs oxumağın qutuldu. Sən ölənəcən o olar ki, oxubsan, onlardan istifadə edəcəksən. Amma Avropada, modern ölkələrdə sən ki döhtü oldun, sənin dərsin qutulmur. Sən gündə özünü çəkəcəksən yuxarı, sən gündə təhqiqat aparacaqsan. Sən istəyəsən zəd edirsən, özünü update edəcəksən. Necə sənin telefonun davamlı yeniləmək gəlir, bu gəldi izafələrsən təzə xətti. Budur. Dünənəcən bu düşüncə dəyidilər ki, Kanada, ya Alman da ilə bu işi gördü. İndi Almanda da azad olubdur. Bilirsiniz? Alman da azad olubdur indi. Hollandiyada çoxdan azad idi. Almanda da azad olub. İndi Kanada da bunu götürüb. İndi sən özü update elə. Sən bunu azad eləyəndə bunun məsrəfinin nəsə az olur, sonra yox olur. İndi Kanadada sıfıra Mənim orasını danışmırıq. Orasını sualım deyil. Yox, mən orasını istəmirəm ki, orasını mən də bilirəm. Mənim sualım budur. Mənim sualımı soruşuram, sualımı soruşuram, cevap vermirsiniz. Amma cevap deyirəm ki, yox, cevap vermədim. Deyirəm ki, dünənəcən. Dünən də qalıb, bir günün ki, təzədə götürür. Təzə qalıb götürür. Update eləyəndə ədalətsizlik, dünənki ədalətsizlik cüzran olur. Mən 10 il getmişəm, zindan çəkmişəm indi deyək. İndi sən update elə, mənim 10 il getmişəm, mən zindan çəkmişəm. 10 ildən sonra siz update eləyin qanunu, mənim zindan çəkmağımı ömrüm qeyd edəcək. Sən burada kimin də haqqından difəyəsən? Mən həqdən danışıram, kimdən danışmıram. Mən həqdən danışıram, kimdən danışmıram. Bu həqdir. Sən ədalətdən danışsan, onda bəs ədaləti tərif elə. Mən deyəm budur. Mən deyəm update eləyib özü, bir günün ki budur. Azadlığın dərəcəsi dünən az idi, dünən dərəcəsi çox. Sizin tərifinizi mən axtarıram. Bir də otu yox, otu söhbətimiz yoxdur. Daş atdı, qaçdı yoxdur. Daş atdı, qaçdı yoxdur. Axır nöqtəsində zingəyəcək. Baxın, bütün modern ölkələrdə azadlıq dərəcə kimindir? Eynən havanın dərəcəsi kimindir? Birində çox olar, birində az olar. Azadlıq. Biri çox
götürər, biri az götürər. O da xalqla özləri istəyirlər. Xalq ki çox mühafizəkardır, azadlığı cəhd elə daraldı. Xalq ki mühafizəkarlıqdan çıxır, istəyir dünya səviyyəsinə keçə, azadlıqlarını çoxaldır. Azadlıqların çoxaldanda insanlar yaxşı nəticə alırlar. Dünən neçən Kanada azadlığı onda gördü ki, məvad müxəddiri olmasın, zindanı salsın. Bugün onda görür ki, məvad müxəddiri azad olsun. Biz ədalətdən danışırıq. Ədalət hər halda. Ədalətin ölçüsü nə oldu? İnsan haqları tərazi üstündə, sistemi dövlətdə. Ədaləti necə saxlamaq olar, necə sağlayaq ki, ədalətsizlik olmasın. Ədalətin təhcə qalmağının, qalıcı olmağının şərti bilirsiniz nədir? Təhcə budur ki, insan öz kapitalına sahib çıxacaq. Mən biləcəm ki, bu torpağın sərvəti mənimdir. Ona sahib çıxdıqca ədalət davamlı qalacaqdır. İndi bir adam milyarderdir. Bir adam milyarderdir, karxanası var, iş yeri var. Bir də siz varsınız, mən varam ki, ona işləyirik. Burada ədalət nə cür sağlamaq olar? Ədalət bilirsiniz nədir burada? Ədalət burada o ki, həmin karxana sahibinin geçmişindən gələcəksən, gələsən. Görəsən, bunun 50 il bundan qabaq, 100 il bundan qabaq, 150 il bundan qabaq, onun dədəsi hansı karxana, necə bir fabrikdir? Orada, məsələn, pinəkçi idi dədəsi, ya dədəsi mekanik idi, ya maşın düzəldən idi. Həmin işini davamlı idamə veribdi. Sərvətin buraxıb oğluna, oğlu o işi götürüb idamə verib, o da obisinə və indiyəcən onun sərvətinin üstünə sərvət gətirdi və o indi fabrik sahibidir. Ədalətsizlik deməyə bu. Əgər o olmasaydı sən nə edəcəkdin? Mən nə edəcəkdim? Bekar oturacaqdı xiyabanlarda. Bekar gələcək. O ədalətdir. Mən bilməm, sən düşün. İndi əxlaqı soruşaq, keçək əxlaq bəhsinə. Ədalət bir belə görər, məncə ədalətin zəifləri çıxdı ortaya. Əxlaqa gedək. Ədalətə zəiflər çıxmır. O sənin əxlaqa gedək. İcazənizlə bir əxlağı danışaq. O sizin zəifin ədalətə yatmayıb sistemə. O sizin məğziniz özünüzdədir işgal. Ədalətdə sistemdə işgal yoxdur. İndi o 100 ildə işləyir. O xalqdan niyə bir pənahəndə qaşmır eşiyə? Niyə gəlmir İrana pənahəndə olan o insanlar? Qəbul elərdik ki, insanların zehni bir şeyə donanda elə onda qalır da, dəyişə bilmir. Mən də bunu deyirəm da. Bəs siz ədalətə işgal çıxartmayın burada. Özünüzdə işgalı görün. Əxlaqa getək. Mən ədalətə işgal çıxardıram ta özümə. Mən əslində özümü mən ədalətə işgal çıxardıram. Çünki ədaləti zaman, məkan və şəraitdə insanlar tərif edirlər. Və onu da güclü insanlar tərif edirlər. Güclü insanlar ədalət tərif edə bilməz. Mən də sizə sual edirəm. Deyəm, bu ki, sən deyirsən, ədalətsizlik var. O ölkədən kim gəlib pənahəndə olub da Almana, Kanadada? Almanın bombuları o insanları oradan qaçmağa məcbur edibdir. Almanlılar necə ki ora gedib bomb salmamışlar, onların insanları orada rahat yaşırdılar. Geçən 500 ildə, qulaq as da deyil, sual soruşdum, qulaq as. Geçən 500 ildə, qulaq asırsınız? Hansı Alman deyirsiniz siz? Hitler'in Almanını deyirsiniz? Qulaq asın. Geçən 500 ildə orada o Asiya, Xavərmiyanə dediğiniz yer, o müsəlmanlar sülhüdə yaşırdılar. Nə? O günəcən ki, müsəlmanlar, qulaq as. O günəcən ki, müsəlmanlar özlərini idarə edirdilər. Nə Filistin... Qulaq asaq ki, hansı müsəlmanlar özlərini idarə edir? Filistin, nə Filistin, İsrail davası var idi, nə Suriye davası var idi, nə Misr var idi, nə Libi var idi, nə Əraq var idi, nə Əfqanistan var idi, nə o birisi, nə bu birisi. Nə inəyək? İndi qayıdaq o dünyanı düzəldə. Sülh var idi. O gündən ki, batılılar, o liberal demokrasi bombuları ilə gəldilər bizim məmləkətlərə, bizim məmləkətdən sülh getdi, məcbur olduq qaçaq, pənahəndə olaq. O gündən pənahəndə olduq. Sən heç liberalizmin qulaq asmırsınız, mən danışanda siz qulaq asmırsınız. Sən bilmirsən, deyirsən liberal demokrasi mənim məmləkətimə, nə zaman gəldi sən məmləkətə? Faşist bəylər gəldi sən məmləkətin azadlığı. Tamam. Siz mənə qulaq asmırsınız, mən danışmayayım, fəqət sual soruyorum. Əxlaqa getiririk. Haşim bəy, getiririk əxlaqa. Əxlaqa geçsin. Amma mədəni insan kimi. Əxlaqa geçsin. Amması yoxdur. Əxlaqa geçsin. Danışanda onun tarixini dəqiq qoyacaqsan. Deyəcəksən sizin təşkilatın anlayışı, əxlaqdan
nədir? Əxlaq çox sadə bir izahdır bizim baxışımızdan. Məsələn deyirik, bizim xalqımız İslamdan öncə əxlaqa aid idi, İslamdan sonra əxlaqa aid olur. Ta bu günəcəndə o İslamın əxlaqı Əxlaq nədir? Əxlaq nədir? Əvvəl onu deyin, sonra onu bölərsiniz deyəsən, İslam'a əxlaq ya nədir? İslam'a. O cür ki, sən dolanırsan, o cür ki, sən düşünürsən, o cür ki, sən gəzirsən, o cür ki, sən cəmaatla irtibat qursan, o sənin əxlaqdır. Əxlaqdır. Və bunları sənin beynində, mənim beynimdə o zamandan ki, İslam bizim içimizə ki, o yaralıbdır bizdə bu əxlaqı. Bizim qadınlar evdə qalacaq, bu əxlaqdır. O qadın evdə oturur. Bu əxlaqdır. Qadın 4 kişi, 4 dənə arvad alacaq. Bu əxlaqdır. Bu qanun əxlaq, gözəl əxlaqdır məsələn. Bu əxlaqdır. İslamın ovruluq elədi, əlin keçəcəklər. Bu əxlaqdır. Bu əxlaqdır. Bu müsəlmanların əxlaqıdır. Bu müsəlmanların əxlaqıdır. Arvad fahişəlik eləsə, onu vuracaqlar. Kişi fahişəlik eləsə işləri yoxdur. Bu əxlaqdır. Bu əxlaqı yaraldan həm onlardır ki, o imperatorları yaraldıb, həm onlardır ki, İslam'a dayanaraq Filistini, Misri yaraldıb, orada o əxlaqa hakim eləyibdir. Və həmin əxlaqa dayanaraqdır ki, həmin Filistini özün verir imperatoru Britaniyaya. Özün satır imperatoru Britaniyaya. Özün satır başqa ölkələrə. Tamam. Əxlaqdan mənzuruz hər cürə bir davranış və yaşam sisteminə siz əxlaq deyirsiniz. Hər cürə sənin davranışın, yaşam sistemin o zaten ki ölkədə böyüyürsən, o əxlaqdır. Hər nə olursun, hamısı əxlaqdır. Əxlaq qavramından nələri anlırsınız? Bu sözdən. Əxlaq qavramında bu sözün özünü eşidəndə, əxlaq sözünü eşidəndə nə gəlir zehninizə? Əxlaq sözünü eşidəndə mən belə deyim ki, bu cür gəlir ki, yaxşı adam olacağım, başqasına zülm eləməyəcəyəm, başqasının haqqını yeməyəcəyəm, müsəlman olacağam, ondan sonra həmsayəmə çəp baxmayacağam, həməşə biraz utanacağım ondan bundan, qeydi bəndimi saxlayacağam, qeydilər içində yaşayacağam. Yox, parti olaraq zehninizə bu gəlir, yoxsa? Yox, siz məndən demədiniz təşkilat baxımından, liberalizmin baxımından. Mən sizin təşkilatınızı soruşuram da, sizin şəxsi yaşamınızdan işim yoxdur ki. Siz burada eş soruşmuşam ki, məsələn, sizin qızınız neçə yaşı var, sizin şəxsi yaşamınızdan işim yoxdur. Sizin təşkilatı düşüncəsi. Siz əxlaqı ictimada soruşdunuz. Yaxşı, mən də əxlaqı ictimada dedim, budur, indi bugün. Bugünkü əxlaq budur ictimamızda. Sizin düşüncəz əxlaqdan. Baxın, deyirəm ki, sizin təşkilatın soruda dedim ki, diqqət buyurun. Soruda deyirəm ki, sizin təşkilat əxlaqa və əxlaqlığa inanırmı? Beləsi soru. Üzr istəyirəm, bunu sormadım. O birisini sormuşam. Əxlaq qavramından nələr anlırsınız? Onu dediniz. Mən əxlaq qavramından anladığım liberalizmin fəlsəfəsindən və modern ölkələrin fəlsəfəsində də budur. Hər insanın yaşam haqqına zəd edəcəksən, ehtiram qoyacaqsan. Heç insanın işinə qatışmayacaqsan. Heç insanın dininə qatışmayacaqsan. Heç insanın gəliyinə qatışmayacaqsan nə qədər vardır. Hər insanın azadlığını əslən qatışmayacaqsan. Mən bunu belə xülasə edə bilirəm. Bir işdə ki, istəsən görəsən ölkəndə yardımsevər olacaqsan. Yardım edəcəksən. İnsanlara yardım eləməyi sən edəcəksən, opsi də edəcəksən. Hamı bir-birə yardım eləməyi əsas tutacaqdır. O insanı ki, görürsən ehtiyacı var yardıma, ona qaçacaqsan, qaçmayacaqsan ondan sonra. Bu liberalizmin əsaslarında əxlaqdır, insan əxlaqına cənnətə dayanır, dövlətin sisteminə dayanır və bu dövlətin sistemidir ki, məndə əxlağı yaraldı, nə yaraldı məndə? Mənə bunu yaraldı ki, sən insansan. Sən insan olaraq haqqın var, öz maliyyə, mülkiyyən sahib çıxasan. Bu sənin əxlaqın olacaq. Biri gəldi sənin torpağını təcavüz elədi, əsləhəni götürəcəksən, dağıldacaqsan biləsən, öldəcəksən. Bu da əxlaqım. Bu mənim əxlaqım. İndi ölkəmin düşməni kimdir? O mənim düşmənim, əxlaqımın düşmənidir. Əxlaqımın düşməni olan mənim malımın düşmənidir əslində. Gözəl. Sizin təşkilat əxlaqa və əxlaqiyyata
inanırmı? Ya Əsas məsələ əxlaqlığa? burada. Əsas məsələ elə buradadır. Əxlaq məsələsini canlar birinci dəfə ortaya qoyuq. Və bu əxlaq məsələsinin rabitəsində indi adı da yadıma gələcək, icazə versə bir iki saniyə. İndi zindanda İmparator Britaniyanın yox zaten Fransa İmparatorluğunun zindanındaydı. Burada bu Canlakin əxlaq kitabını oxuyurdu. Hisslərdir, bu tür adı var, bax, indi yadıma gələcək. Önəm Bu daşıyır. əxlaq kitabı. Adamların adı önəm O daşıyır. əxlaq kitabını oxuyurdu, Canlakin kitabını oxuyurdu. Orada bunu kəşf edir ki, burada bir təzə idələr vardı. Bu ideolojidir, bu hədəfdir. Və birinci dəfə əxlaq rabitəsində ideoloji kəşf olur. İdeoloji səhnəyə gəlir. Və bu bunu ortaya qoyur. Gəlir birinci dəfə 17-ci qənin ortalarında 17-ci qənin ortaları olur. 49-cu ildə bilməm. Bu zətdadır. Bu cəhətlərimlə ideolojini qoyur ortaya. Deyib bu idələr ki, yazılıb əxlaq rabitəsində bu təzə bir idədir, bu ideolojidir. Bunu gərək dünya bilə. Və bunun qabağında Napolon Bonaparte nə edir? Əvvəldə qəbul eləmir. Sonra gəlir deyir ki, bu düz sözdür. Ehsası, insanın ehsasları ki, alır təbiətdən, maddədən alır təbiətdən, o ehsaslar zehnində alır, onu gətirir, ayrı bir şəkil verir, onlardan yaraldır təbiətdən. Bu insanın əxlaqıdır. Tolid eləməyin zadını götürür. Yəni, vəsaili ki, biz yaradırıq. Məsələn, bu telefon ki, yaranır. Əvvəldə bir telefondur, heç danışıq yoxdur, bu görüş yox, filan yox. Bu insan əxlaqı, bunu zehnində təqviyyət verir, bu əxlaqı ki, mən bunu baxım, bu nə cür eləyibdir? Bunu alandan sonra götür bunun üstünə bir də nəzət izafəli, o bir izafəli, biri bir izafəli, biri bir izafəli, bu günə yetişir əxlaq. Və bunu o zaman zat gətirir, Napolon Bonaparte bunu götürəndə bunu deyir ki, bunun qabağında bir zat da qoyur. Bu bir dənə pozitiv ideoloji deyir. Bunun qabağında ideologu qoyur. Deyir, hər pozitivin yanında bir dənə negativ bir zat var, ideolog adında. Və sonrası bu getdikcə qabaqda bu mənfi səs gedir eşiyə və Marx da gəlib bunu götürür əlinə. Marx da əxlaqı bu cür tərif edir. Marx da əxlaqı bu cür tərif edir ki, əxlaq budur ki, o qışqır ki, yəni o təbəqə ki, mədəni təbəqədir, mədəni, yəni təbəqəyə xaricə, hamı qışqırlar onu üstünlüğün qəbul edəcəklər, onun əxlaqının üstünlüğün qəbul edəcəklər ictimada. Marx da bunu götürür, ideoloji adında qoyur. Deyir, ideolojini qəbul edirəm, amma ideolojinin tərifi məndə budur. Beləncəliklə dünyada əxlaq, ideoloji əxlaqlar. Əxlaq yəni ideolojilər çıxır, idələr çıxır. İnsanların əxlaqı səhnəyə gəlir. İnsanlar bu əxlaqları bir-birlərindən həll eləmək üçün bir-birlərindən tartışarlar, bir-birlərindən çəkişərlər, bir-birlərindən münazirə elərlər. O bu bahis olur ölkədə bir hərəkət yaranır. Ölkə gedir, cəmaat hamı bunları eşidir, otur bunların üstündə təsmin tutur. Ki bu əxlaqı mən istəyəm ölkəmdə hakim edəm ki, hamı bir-birindən bu danışsın, hamı bu iş aparsın, filan eləsin. Bu cür olur. Budur bizim fəlsəfə. Uzun sözün qıssası. Nələr əxlaqdır? Nələr? İnsan əxlaqıdır. İnsan əxlaqı tamamən əxlaqdır. Nələr əxlaq deyil? Ədalətsizlik. İnsan əxlaqını saymamazlıq. Əxlaqlı birey, əxlaqlı toplum demək olarmı? Bilirsiniz, əxlaq bir zətdir ki, hər kəsdə fərqlidir. Hər kəsdə fərqlidir. Bir yerlərin üstündə. Hər kəs öz azadlığını, nə cür mərzi qadirdir dünyanı görə, nə cür dərsini təhvil alır, hansı işlərini istəyir oxuyar, hansı işdə istəyir, bir gedir vəzifə olur, bir gedir muxtara olur, bir gedir karimənd olur, bir gedir karigar olur. Əxlaq budur ki, bunların hamısının hüququ, işlədiyi hüququ ona sahib çıxar. Məsələ buradadır. Bu əxlaqdır. İnsanlar
nə sordum? Ona görə Dedim də ki, mən də biləm, elə dəqiqən biləm. Burada fərqli xüsusiyyətlər gəlir qabağa da. BBA var idi ki, məsələn, gedib mexaniki oxur. BBA var gedib dörtlük oxur. O dörtlüyün əxlaqı ilə bu dörtlüyü ki, bu biri mexanikin əxlaqı aynı olmaz ki, hərəsinin düşüncələri fərqli olar da. Hərəsinin rabitələri fərqli olar dünya ilə də. O gedər oturur professorlarla, üstadlarla, filanlarla otururlar, araşdırırlar filan elərlər. Bu da gələr oturur mühəndislərlə, mexaniklərlə, maşının maddələrini nəzərə elər. Odur. Bunların yəni rabitələri əxlaq yoxdur da, əxlaq əslində yoxdur. Çünki ərəb əxlaq oyunu. Hər kəs özünə tay insanlarla düşür. Hər kəs öz sisteminə tay, öz bədəninə, sisteminə tay insanlarla və dünya ilə bağışıq olur. Qadir olur hamıya dəyər verər. Çünki dünya buna dəyər verir, ölkə buna dəyər verir. Bu da o birinə dəyər verir. Dəyər vermək bir əxlaqdır. Olmaz ki, mən deyəm, o dörtlüdür, mən mexanikəm, mən hamı mənə dəyər versin, mən ona dəyər verməyəcəm. Hə? Olmaz. Belə bir zət yoxdur. Mənə dəyər verirlər dövlətdən, mən də o birinə dəyər verəcəyəm. Tamam. Buna əxlaq. Mütləq əxlaqa inanır mısınız? Əlbəttə, 100% inanıram. Əxlaq buna bu cür mütləq inanıram ki, camiəmizdə əgər sistem azadlıq üstündə yaransa, insanlar ki, yaranacaqlar, əlbəttə bir camiədə 3%, 4%, 5% fərqli insanlar olacaq. Təbii, çox normaldır. Fərqli insanlar da olacaqdır. Amma üst-üstə çoxunluq o ki, insan haqlarının rabitəsində insansevərlik olacaqdır. İnsansevər olacaq dünya səviyyəsində. Dünya insanlarına yardım edəcəyik. Onlar ki, möhtac olan yardımına qaçacağıq. Bu əxlaqdır. Əgər mən bu insanın öz həqqimə sahib çıxa bilsəm, başqa inanırsınız ki, bir mütləq bir şey var, adı əxlaqdır. Mütləq deyil əxlaq. Əxlaqın ki, mütləqiyyəti burada fərq nisbidir əxlaq. Əxlaq, insan var ki, rüşd elədikcə əxlaqı fərqlidir. Burada uşaq, həmin uşağı ki, əxlaqı uşaqlıqda ilə böyüdükcə o əxlaq təkmilləşir də, kamilləşir də. Liberalizmin ideolojisi kamil ideoloji deyil ki, mən deyəm, əxlaqda kamildir. Liberalizmin ideolojisi daimən təzələnir, daimən yeniləşir. Məsələn, nə o liberalizm çıxıb? Hər kəs deyəndə deyir, yalandan məsələn deyir, mənim ölkəmi bədbəxt deyirlər, nə o liberalizm? Olan, çıx get, cəhənnəm olacaq. Gəl, sən heç bilirsən, nə o liberalizm nədir? Sən heç bunu anlamırsan, bu neoliberalizmi. Buna görə qoyublar ki, Amerika kimi dövlətdə bir dənə vəzir gəlib qulluq olmasın. Çünki o vəzir qulluq olsa, gedib də Ərəbistanda gedəcək mafiyaları yarıldı. Məsələ odadır. Rusiyada bir vəzir gedən mafiya o öz büzdə yarıldı. Amma orada vəzir eləyə bilməz gedə o öz büzdə mafiya yarıldı. Bilirsən? Burada əxlaqdır bu. Əxlaqlı olmanı, əxlaqlı yaşamanı nələr poza bilər? O poza bilər ki, insan əxlaqına malik olmaya, öz ana dilini sahib olmaya, o insanın əxlaqını pozaq. Öz anasından o zadı ki, gəlib əlindən yaşamında, o evdə ki, dünyaya gəlib, o evdə ki, dədəsi zəhmət çəkib davamlı, o mülkiyyəti əlinə gətiribdir. Onları bu insanın əlindən alsan, bu insan əxlaqsız insan olar. Bu insan əgər eğitimi düşməyə, siyasi xəttə, mübarizə xəttinə düşməsə, gedər mavadlı xətti xəttinə düşər. Gedər qaçaqçı xəttinə düşər. Gedər adam öldürmək xəttinə düşər. Və sonrası deyirlər ki, Azərbaycanda vəhşi adam çoxdur. Əslində vəhşi dövlət, həmin dövlətdir ki, kəsafət orada oturub faşist, odur vəhşi. O da əxlaqsızlığın dədəsi odur. Burada mən hər kəsin müraciə edirəm, hər kəsə deyəm, lütfən gedin, Makrovellinin kimdir, kitablarını oxuyun. Yazın Makrovelli kimdir, hökumətdə kim, nə cür hökumət edəcək, kim hökmdar olacaq, prens nə cür hökmdar olacaq, onun kitabını lütfən oxuyun. Türkcəsini oxuyun, lütfən xaricdən budur bilərsən. Türkiyə türkcəsində oxuyun. Kitab internetdə axtarıb tapın, oxuyun Makrovellinin bu kitabını. 3 dənə dildir. Həqiqətən bunu oxumaq hər birimizə vacibdir. Hər bir siyasi insanımıza vacibdir. Bilirsiniz niyə? Çünki Makrovelli həm diktatorların Makrovellisidir, həm də liberalizmin əsaslarını canlılar Makrovellinin düşüncələrindən götürübdür. Həm də bugün diktatorlar Makrovellinin düşüncəsini götürürlər. Diqqət edin, vəsətdə olan bir insandır geçmişdə. Əxlaqlı olmanı
əxlaqlı yaşamanı nələr pozar? Əxlaqlı yaşamağı nələr pozar? Savaş pozar. Savaş, ədalətsizlik pozar. Azadlıq olmamazlığı pozar. Dövlət zalim olmağı pozar. Evdə ata, ana uşağı baskıya saldığı qızı pozar. Evdə ata, dədə olanda yəni o dədəlik o mənada yox. Dədə o mənada ki, mən nə desəm o olacaq. Dinimizdən gələn zatlar ki, əxlaqın dədəyə o gücü verir, o pozar. O əxlağı pozar. Aynı zatı dövlət də əxlağı verir. Dədə evdə dədəliğin gücünü çıxır, göstərir, evdən eşiyə çıxır, dövlət babanın idarələrin hamısı bunun dədəsi olur. Dövlət o yandan basır, bu birisi bu yandan, hər yandan biləsin basır, o da gücünün qalan zəifdən, yer kitabı evdə birinci qadındır, ondan sonra uşaqlardır, əzir. Və bu əxlaqsızlıq dövlətin sisteminin nəticəsidir. İnsan müsavi dövlət sisteminin nəticəsi əxlaqsızlıqdır. Əxlaq qavramı önəmli qavram mıdır? Çox mühüm. Yəni əxlaq qavramı öz-özünə yaranır. Necə yaranır? O zaman ki, sən dövlətin, sən olman bir insan, öz torpaqların, öz maliyyən, öz mülkiyyət, hər nəyə sahibsən. O sənə şəxsiyyət gətirir. O şəxsiyyəti ki, sənə verir, sən də o şəxsiyyəti qaytarsan, ictimaya verirsən. Dəqiqən bu hər insanda işdir. Dəqiqən bu hər insan. Bu insanın həsli yaşam fəlsəfəsidir. İnsanın varlığı bunun üstündə yaranıbdır. Mən öz malıma sahib çıxam. Mən hər zadım var, öz dədəmin öz əlimlə sərvətini çıxardım. Mən qaçmam Avropaya, qaçmam Amerikaya. Dədəm orada böyük yeri var, böyük fabrikası filan eləyib. Orada mən mordarı açam, dövlət gəlir ki, içəriyə duvarın sökür. Ki, içəridə mənim 17 minlərlə cüzəmi öldürür, ittilatı. Şeyləm deyəm, orada cinazələr tökülüb yer. Cüzə cinazələr tökülüb yer. O mənim əxlaqımı saxsaqlar. Dəqiqən budur. Dövlətin sistemi əxlaq pozar. İnsan müsavi dövlət olanda onda əxlaqlar pozuq olar. Mütəəssifانه. Əxlaqın toplumsal durumlarla, siyasətlə, ekonomi ilə, azadlıqla, baskı ilə, zülm ilə ilgisi var mı? Var. Var. Toplumsal zatlarla var. Sana bir dana deyim cevap verin. Onu da bəs. Toplumsal ilgisi nədir əxlaqın? Məsələn deyim əxlaqda. Baxın, məsələn bozqurt. Bozqurt məsələsi. Bir dənə toplum adı bir partiya gəlir, bir dənə bozqurtu götürür, özünə mal edir. Deyir, hər kəs bozqurt istəsə olar, mənim hizbimdən olacaqdır. Halbuki bozqurt bütün tüklərin bozqurtudur. Bu bir hizbə xaslı deyil. Bu əxlağı pozmaqdır. Bu əxlağı pozmaqdır. Niyə? Avropada, məsələn deyirəm, İskandinav ölkəsində, nədir İskandinav ölkələr? Hamısı nəyə inanır? O malın vəhşi başı yoxdur, ona inanırlar vikinglərlə. Hamısı bir dənə futbol müsabiqəsini gedəndə, hamısı onu başına taxar. İstər Finland ola, istər Norveç ola, istər Sued ola, istər Danmark ola. Hamısı bunu deyib, bunlar deyil, hamımızındır bu. Başlarında taxırlar dostluq mübarizəsinə, dostluq savaşına gedirlər. Görürsən, bütün xalq, hər yerdə görürsən, malın başına bənzər paltarlar, köynəklər çıxardır, ham malı, ham saat. Demirlər bu, indi bizimkində necə olur? Bizimkində deyirlər bozqurt da, faşistlər, çoxmunistlər bizim zehniyyətimizdə sallarlar. İstilər faşist göstərirlər bunu. Ona görə bunu gətirirlər, bir dənə hizb sahib çıxır buna. Halbuki bu xalqın əxlaqıdır. Bu xalqın fəlsəfi tarixisidir. Sən icazən yoxdur bunu gətirsən, bir dənə hizbə mal edəsən. Ona görə Güney Azərbaycan dərs verib bunların hamısını. Bu deyil ki, Güney Azərbaycan dərs vermir. Güney Azərbaycan traktor timinə xalqımız gedəndə 80 min nəfər birdən, 70 min nəfər birdən bozqurdu tutanda, yəni mən Türkəm. Mən Türkçülüğümə iftixar edirəm. Niyə? Türk olaraq gəlir öz torpağıma da sahib çıxam. Türk olaraq gəlir öz malıma da sahib çıxam. Necə bozqurduma sahib çıxsam, yəni gəlir öz torpağıma da hər zadıma sahib çıxacağım. Gəlir pas nədir? Farsı dövləti nədir? Gələn mənə seçim geçsə, onu didərəm, dağıldırım, atırım, işğalda necə deyişinə. Əxlaqın
siyasi anlamı nədir? Siyasətdə anlamı nədir? Əxlaqın nədir? Rabitəsi, ilgisi nədir? Siyasətdə anlamı budur ki, o zat ki, sistem ki, gəlir insanın azadlığını mühafizət edir. İnsan o sistemin rabitəsində, o azadlığın rabitəsində, o əxlaqı ki alır azadlıqdan, budur ki, mən əl qolum azaddır da, mən niyə gedim başqasının malına təcavüz edeyim? Mən niyə gedim? Mən istəyəm, məsələn, gedən bir gəzəm, dolanam, azadam, dünyanın hər yerinə pulum var, gedirəm, gəlirəm. Mən niyə gedim başqasının malına anlatım? O da gəyə pullana, o da gəyə pullana. Obsirə də gəyə mənim tam güclü olalar. Çünki bunlar hamısı güclü olsalar, biz ləzzət tapacaq ölkəmizdə. Məsələ buradadır. Hətta o kasıbın uşağı ki, deyirəm, fabrik aça bilər, biz onun da projesini qoyuruq oturuq. Bu əxlaqdır. Bir dənə kasıbın uşağı, gəl bunu düşünək ki, mən böyüdüm, bir dənə fabrik aça bilər. Siyasətlə ilgili desəz ki, siyasətin içində əxlaq necə görürsünüz? Onu mənə desəz siyasətdə. Siyasətdə budur. Siyasəti əvvəl bizcə tərif edək. Siyasət nə deməkdir? Siyasət odur ki, hakim partiya, o ki hakim olur, hakim ideoloji ki, gəlir hökumətin başında oturub, resurslar ki, bunun əlinə verirlər, o pullar ki, onun əlinə geçir, yollarla verirlər də, dedik bilərəcək. O pullar ki, gedir, insanlar maliyyət verirlər, o gedir zatda, bu hökumət gəlir, bir dənə projesi verir, mən bir belə pul lazımımdır bu işləri görməyə. Bunlar məclis konuya Sinan və bu məclis milli hamısı bunları qəbul edir və insan əxlaqda möhür təyidir, bu doğrudur. Onda nə olur? Bu insanlar bu resurslar əllərində aparırlar. Bu resurslar haraya alırlar? Bu resurslar buna alırlar ki, şəhərlərimizin içində daha çox imkanət yaradırlar. Məsələn, şəhər bazı istəyir düzəldə, ya məsələn, istəyir istaq çox ola, istəyir voleybol meydanı çox ola, istəyir futbol meydanı çox ola. Bunlara zəminə hazırlıq bu resurslarla və elam eləyir. Hər şirkətdə ki, istəyir burada futbol meydanı aça, eləyə bilər. Burada gəlib bu işi görür. Biz bunlara bu imkanı veririk. Gəlsin, yerin pulun versin, alsın, aparsın. Əxlaq, ekonomisel əxlaq nədir olar? Yəni, əxlaq ekonomidə nədir görünür? Əxlaq, əsas məsələ əxlaq özünü ekonomidə göstərir. Ekonomidə budur ki, bir insan ki, evində həm uşaq, həm ata, həm ana gəliri vardır. Gəliri var, dəramədi var. Yəni, hər birinin özünə görə müşəxəs bir şəxsiyyəti var da. Bu müşəxəs şəxsiyyət nəyə bahis olur? Buna bahis olur ki, ata anaya zor deyilməz, ana da ataya zor deyilməz, ana və ata uşağa zor deyilməz. Uşağa elə bir mövqeyiyyət yaradırlar. Uşağa, bizlərdə bir sistem vardır. Uşaqla məsələn danışında uşaq yana danışırıq özümüz, biz böyüklər. Əzilə-əzilə biz uşaq dili danışırıq. Uşaq baxır görür ki, biz ondan uşaq dili danışırıq, amma böyüklə gələndə ayrı model danışırıq. Burada uşaq bizə iki çehrə görür. Deyib, bəs mən çox uşağım da, yəni bunlardan çox əşyağı səviyyədəyim, insan nə əməliyyətə, yəni. Gedin ekonomiyə, lütfən gedin ekonomi ilə danışın. Burada bu ekonomidir da. Bu ekonomidir. Bu pulu ki, uşağın gəlir, uşağın cibinə, bu pul ki, dədənin cibinə gəlir, nənənin cibinə gəlir, bunu uşağa, dədənə nəyə verir ki, sən uşağınla ciddi danışacaqsan. Möhkəm və ciddi danışacaqsan. İştibah oldu, möhkəm və ciddi duracaqsan qabağına. O biləcək ki, sən o pis insanlarla nə cür danışsan, bununla da o cür danışsan. Zor eləmirsən amma bilərsən. Gedin ekonomi. Bu ailə məsələ, ailə əxlaqı deyə bilərsiniz buna, ya uşaq əxlaqı deyə bilərsiniz. Gedin ekonomidə danışın. Ekonomi əxlaqıdır da. Bu ekonomi əxlaqından üzə çıxır da. Ailə əxlaqı ekonomidən çıxır eşya. Məsələ budadır. Biyersel deyirik, biyersel sistem. Baxın, ekonomi bilirsiniz də nədir? Siz ki, tükan bazarınız vardı, gedin o səthə, yəni gedin iş səthinə, gedin tolit, alver, xaricə fərq eləmir ki, kişi və xaricə hesabı, pul verən, pul işləyən bunlar kişi ya xanım. Bunlar eşikdə işlirlər. Eşikdə işlirlər, aylıq pul alırlar. Gətirirlər evlərinin içinə. Hər nə iş görür, eşikdə fabrikdə işlən, insan əxlaqı sənin başının üstündədir. Həmin xaricə ki,
gedib indi burada Volvo'da işləyir. Ayda 100.000 pul alır, 100.000 kron pul alır, 80.000 kron pul Əxlaqı alır. danışırıq ha. Gedin Əxlağı pul əxlaqın gətirir üstünə. də. Əxlağı pul gətirməz məyə. Sənin pulun olsa axırın sistem maşinciysən, koşalvarın da gözəl olar, başmağın da gözəl olar. Daimən özvecə desən, yetişəsən, vərdiş eləsən, əxlağın nə olar? Sağlam əxlaq yaxşı edəsən də. Tamam, gedək əxlaqla azadlığın nə ilgisi var? Müstəqim bir-birinə bağlıdırlar. Nə cür bağlı? Müstəqim bağlıdırlar. İnsanın iqtisadi, ekonomisi, fərdi kapitalizm, mən şəxsi kapitalıma sahib olduğum zaman bu mənə güc verir. Bu mənim əxlaqıma, məndən elə bir güclü insan çıxaldar. Həm vətənpərəst insan çıxaldar, həm vətəndaş, yaxçı bir vətəndaş çıxaldar mənə. Həm yaxçı həmsayə qonşu çıxaldar, həm də yaxçı bir zat çıxaldar ki, işimi möhkəm tuturam. Və bu da bahis olar istimamda tolidə. Tolid də bahis olar, o vaxt tolidələr, bu da bahis olar iktişafata. Bu əxlaq, iktişafat özü bir əxlaqdır. Əgər sən bu iktişafatın ölkəndə yoxdur, dəlillə budur ki, üçün əxlaq yoxdur. Əxlaq dövlətin vəzifəsindən ayaqlanıb. Sistemi dövlət əxlaqı yaşadar. Azadlıq sistemin dövlətin əsası azadlıq olsa, o əxlaq yaşadar. Nə cür yaşadar əxlağı? Mən uşaqlıqdan istəyəm futbolist olam. Əlim, qolum, ayağım çox gözəldir, xoşum yəni futbolist olam. Uşaqlıqda məni futbolistliyə gedirəm, davamlı gedirəm. Dədəm deyə bilməz ki, böyüyəndə də onu gedirəm. Uşaqlıq xiyalım yapam. Gəlim olam ki, böyükdən futbolist olur. Bu əxlaqdır. Bu əxlaqımın rabitəsində olur. Azadlıqla dediniz nə cürdür əxlaqın? Müstəqim birə-bir irtibatı var azadlığına. Baskı ilə necə? Baskı müstəqim dağıldır əxlağı. Zülm Zülm onun dədəsi olur da dağıtmağını. Əxlaqsızlığı yanıldı. Tamam, teşekkür ederim. Getiririk hakimiyyət demokrasi bəhsinə. Tamam. İcazə buyurun bu qalsın sabaha. Yəni, bəlkə vaxtimizdən 2 dəqiqə, 3 dəqiqə qalır, bəlkə də geçibdir. O 4 saatımızda. Burada o şeyi qutardıq. Yəni, bu əxlaq bəhsini qutardıq. Sabahdan getiririk hakimiyyət demokrasi. Yavaş-yavaş getiririk sizin Mənim əsas qismətlərə görək ki, nələr var, azadlıq olan bir gələcək var. Tamam, güzel. Sağ olun. Təşəkkür edirəm Haşim Mən də bəy. Bu sizdən günləri də təşəkkürümüz növbəndə və sizin qonaqlarınızdan da təşəkkür edirəm. Dostlardan ki, biz burada var. Hamısından da təşəkkür edirəm. Və o dostlar ki, sonrası bizi dinlənlər, hamısından da təşəkkür edirəm. Və hamısını da dəvət edirəm bu vasitə ilə. Bizim hər həftə Pənşənbə canlı yayınımız var. Qatışsınlar. Və bu həftə gələn də olacaq. Ona görə indidən dediyəm İnsaf Əli bəy qardaş, Pənşənbənin müəllimdən alma, lütfən. yox, sizin ən sonuncunuz çarşənbədir. Çarşənbə günü qutaracaqsınız. Çarşənbə 26-sıdır. Bilmirəm, baxmamışam. Hə, onu Baxa bilmirəm deyəcəm. əlbəttə. Hə, 26. Baxarsınız, Sabah baxarsınız 25-dir. ona. Çarşənbə Sizin 29. pənşənbələr var. Baxarsınız onu, baxar həll edər. Axırı bəsində. Ərz edeyim ki, Sabah var. bu günləri də siz bu günləri heç bir insana təhqir eləmədiniz, nəqd eləmədiniz, söyüş vermədiniz. Milli ərdəmli unvanı qazandınız. Təbrik edirəm. Təşəkkür. Çox sağ olun. Sağ olun. Bu günləri dünənə görə dahi fikirlər biraz toplu qəşəng gəldi qabağa. Çox sağ olun, var olun. Yaşayasınız. Sevindim. Gözəl bəhslər getdi. Var olun. Ancaq birdən Əziz və hörmətli dostlar. birdən mənim öz əlimdə deyil. Həqiqətən deyəm. Birdən ehsasatım olur, səsli qəyim danışıram filan. Bunlar mənim zati Yox, bir-iki yerdə bəzən çox əldən verirsiniz. Hətta şeyəcə gedir, amma öz əlimdə deyil. Bunlar mənim ehsasatım mən yox da görsənir. siyasi adamın birinci işi budur ki, əxlaqı ola dediniz. İkinci işi budur ki, özün kontrol eləyə. Özünüzü kontrol eləməyə Mən özümü heç kəsə məcbursunuz. görəvəz eləyəmməm ki, mən də puturam, da neyiniyim? Əlbəttə, tamam, geçmiyorum. Əziz və hörmətli dostlar, bizim Güney üzr istəyirəm, bizim Düşüncə Bağı proqramına görürdünüz. Biz Güney Azərbaycan və İranda yaşayan türklərin siyasi partilərini bu otağa dəvət edirik. Üst-üstə 500-ə yaxın soru yazılıbdır. Onlardan bunlara cavab almaq istəyirik. Bunun üçün də hər parti bir həftənin içində 6 gün və hər gün 4 saat boyunca eləyə bilirlər ki, bizim sorularımıza cavab versinlər.
Təbii ki, soruların bir çoxu qalır. Yəni 6 gündə eləyə bilmirlər. 24 saat görmür. Bəlkə buna 40 saat, 50 saat vaxt lazımdır. Onun üçün soralar, yəni bu 6 gün qutarandan sonra öz işlərində ya evlərində, öz vaxtlarında ki, canlı yayına gəlmirlər. Bunları ya səslə, ya video ilə, ya yazılı cavabları göndərirlər və biz tavaşlarımızı gedirik. Buradan Güney Azərbaycan Güney Azərbaycan təşkilatlarından Güney Azərbaycan İstiqlal Partisi Salih bəy İldırım cənabları gəlibdi. O hüdudən 11 gün ya 12 gündə cavab veribdi. Birində mənfi nömrə alıbdı. Milli onunda milli ərdəmli, birində ərdəmli, ən ərdəmli olubdu. Nişanı alıbdı. Güney Azərbaycan Demokrat Türk Birliyi Təşkilatı gəlməyibdi. Mütəəssifanə 6 gündə hər gün 10 mənfi 60 mənfi alıbdı. Yunus bəy Şamili Azərbaycan Demokrat Partisi tərəfindən gəlibdi. 6 gün danışıbdı. Ondan bu yüzden hələ cavab göndərməyibdi. Az qalıb 3 həftə olsun. Gözlürük ki, cavab göndərsin. 5 gün, o 6 günün 5 günündə milli ərdəmli, bir günündə ən ərdəmli alıbdı. Salih Kamranı cənabları Azərbaycan Mərkəz Partisi tərəfindən gəlibdi. 5 gün, 6 günün 5 günün gəlibdi. Hər 5 gündə də milli ərdəmli alıbdı. Eldar bəy Qaradağlı cənabları Güney Azərbaycan Milli Qurtuluş Partisi tərəfindən gəlibdi başqanı olaraq və 6 günün 6-sında da milli ərdəmli unvanını alıbdı və Məcid Cəvadi cənabları gəlmədilər. Hər halda dolayı xəbər əlbəttə verdikləri üçün mənfi nömrə almırlar. Amma yenə də buradan xahiş edirik və dəvət edirik ki, təşrif gətirsinlər, qonağımız olsunlar, sorularımıza cavab versinlər. Və dünən Cavad bəyin həftəsinə, yəni Məcid Cəvadi cənablarının Azərbaycan Milli Dirəniş Təşkilatı Başqanının yerinə Güney Azərbaycan Liberal Demokrat Partisinin lideri Sayın Haşim bəy Bilgin cənabları 2 gündür qonağımız olur. Gələn 2-3 gündə də qonağımız olacaqdır. Və dünənləri öz qardaşının, yəni Mahmud bəy Bilginin adını çəkdiyi üçün bir nömrə azaldı, mənfi aldı. Ən ərdəmli oldu, amma bu günləri milli ərdəmli unvanını qazandı. Çox təşəkkür edirəm əziz və hörmətli dostlar. Bunu ərz edeyim ki, Firqə Demokratı Azərbaycan Demokrat Firqəsi də elan elədi ki, kadr siyasisindən bir 3 dənə kadr siyasisi vardı. Onların biri gələcəkdir və bizim sorularımıza cavab verəcəkdir. Azərbaycan Demokrat Firqəsi bilirsiniz ki, pişəvəri dövründə dövlət qrupdur və Güney Azərbaycanın ən tarixli partisidir və çox sevinirəm ki, onlar əlaqə bağladılar və dedilər ki, bizdən bir nəfər gələcəkdir, cavab versin. İnşallah bu dostlarımız ki, proqramda yer alıblar, yəni bu partilər qutarandan sonra onların növbəsi olacaqdır. Mən onların da vaxtın tarixini yazacağam, bu günləri göndərəcəyəm, xəbərləri olsun ki, hangi günlər, hangi saat, əlbəttə saat ki bəllidir, Təbriz vaxtı ilə saat axşam gecə 9-dan sonra başlanır proqram, amma günlərini də yazacağam, göndərəcəyəm. Beləliklə, bu günün də proqramı başa çatdırırıq. Dostlar, darıxmayın, görürəm sorular yazırsınız, nəzərlərinizi yazırsınız. Çox sağ olun, var olun. Bu sorulardan çox yekə sorulara, böyük sorulara cavab veriləcəkdir. Umarım ki, bu cavabları alacağıq. Səbr eləyin, hövsələ eləyin. Bəhslər ideolojik, fəlsəfi və dərin bəhslərə gedir. İndi nə qədər mənim sorularımdan razı olarsınız, nə qədər Haşim bəydən razı olarsınız, nə qədər mən Haşim bəyin sözlərinin içinə girirəm, onlardan narazı olarsınız. O başqa bir şeydir, sorular da başqa bir şeydir. Sağ olun, var olun. Allah deyim, göndərsin, istəsəz mənə göndərin, mən yazılı cavab verim, ya səsli cavab verim, mənə məsələ deyil. Onları göndərmişəm soruları cənabsa, bir seridə axirdə. Yəni, onlar ki, cəmaat, dostlar yazırlar. Onlar yazılır şeyin altında qalır. Aha, tamam. Videonu yayanda videonun altında qalır, orada görmək olur. Çox sağ olun, var olun, gecəz xeyrə qalsın. Haşim bəy, sağ olun. Dostlar, gecəz xeyrə qalsın. Sabahları Təbriz vaxtında saat 10-da, 9-da üzr istəyirəm. Axşam saat 9-da yenə başlayacağıq. Sağ olun, gecəz xeyrə qalsın. Hələl.